Hər kəsə salam, necəsiz dostlar? İnşallah ki, yaxşı olarsınız. Videoda səslər qarışıq düşmüşdü deyə istədim ki, səsləndirməni üstün edim. Burada deməli dostlar, yolka üçün aksesuar almışdıq. Yolkamız var idi, hansı ki, illər bundan öncə podvalda çürüyüb gedən bir yolka idi. Amin doğulandan sonra təəssüf ki, bizə qismət olmadı heç bir bayramı keçirtmək, nəinki bayram, ancaq gördüyümüz xəstəxananın otaqları olub. İstədim bu il, nə bilim, hər şey Amin üçün bir çıxış yolu tapılmışkən, bu da onun üçün bir ümid olsun və yolka quraq. Və burada yeni üçün aldığım şeyləri göstərirəmsə, bu qətdanlar idi, hansı ki göstərdiklərim dostlar çox gözəl idi, aksesuarlar. Belə bir əlcək almışdıq, hansı ki Göyşaxdova gəlib hədiyyə qoyacaq. Deməli bu işıqlandırmadır, evin hər tərəfinə etmişik. Aynə bəndə, aynaların qarşısı, pleykanın başına, yolkamız çox gözəl alınıb. Sonra belə bir şam aldım, hansı ki qoxulu şamdır. Burada da belə Şaxtababa süfrəsi almışıq, yeni ilə aid bir şey oldu. Uşaqlar sevinsin istədim dostlar, çünki onların da düşünürəm haqqıdır. Burada Aminə yeni il paltar almışıq Şaxtababa. Onu geyindirib canlıda göstərmişdim, onu belə paylaşmamışam. İnşallah ki 31 dekabrda geyindirib paylaşacağım. Burada isə yolka üçün aksesuarlar aldım. Çox ucuz idi, nə əcəbsə bilmirəm, yeni il qabaq olmağına baxmayaraq. Bunların hər birini 3 manat almışam. Hansı ki mən Masazırda yaşayıram, burada tam stordan götürmüşəm. Çox ucuz idi. Burada isə artıq keçirik yolkamızı açmağa, adlı köməkli göstərirəm. O qədər ki istifadə olunmuyor, bir-birinə dolaşmışdı. Çox çətinliklə açdıq bunu. Bu da bizim Aminimiz. Həyəcanlı gözləyir, görürsən burada nə hadisələr baş verir. Deməli yolkaları açdıq. Bu arada dostlar, kanalımıza abunə olmağı, like atmağı, fikir bildirməyi unutmayın. İnşallah ki vloglarımı da çalışdığım qədər çəkəcəm. Səhifəm boş qalsın istəmirəm, çünki sizləri çox sevirik, izləyicilərimizi çox sevirik. Onlar bizi təbii halımızdan sevdikləri üçün təbii halında hər şeyi çəkmək istədik. Burada əllərimi tırmalayıb gördüm, Adil tək bacarmayacaq, bu işin altına çıxamayacaq. Dedim, bir də gəlin bura bir qadın əlləsin. Qız işte burada fikir bildirməsə yaxşıdır. Köməkləşdik, belə bir yolkamızı açmağa çalışırıq. İnanın ki dostlar, yaxşı anımıza sevinənlər o qədər azdır ki, mən izləyicilərimdən gördüm ki, mənim həqiqətən çox yaxşı dediyim, yaxın dediyim, qohum dediyim insanlardan belə yaxın olan, doğma olan mənim izləyicilərim var. Hansı ki bizim sevincimizə sevinən, kədərimizə üzülən, daim bizə dəstək olmaq istəyən, insan nə zərbəni alırsa, yaxın olan insanlardan alır. Yəni mən də bu yaxınlardan ki çox böyük bir zərbə aldım. Hansı ki xətrini istədiyim bir insandan. Nələr eşitdim, nələr. Sadəcə susmağımın səbəbi bəyənilən bir nüanslardır. Amma ki, hər şeyi görən göydə Allahdır. Yəni, biz burada çabalayırıq, bir şeylər yaratmağa çalışırıq. Övladımız üçün bir çıxış yolu tapırıq və bir valideyn olaraq əlimizdən gələni eləyirik. Təbii ki, bu yolda bizi bilirdim ki, baltalayanlar olacaq, amma onların biri doğmaların içindən çıxanlar insanı çox pis təsir edir. Bu zvanokları almışdıq dostlar. Elə qəşəng görsənir ki, yolkada. Mən yolkanın sadə rənglərindən istifadə etdim. Sadəcə qızılı və gümüş rənglərdən istifadə etdim. Çünki mən rəngli şeylər xoşlamıram. Ona görə keçmiş yolkalarımda rəngli, yaşıl, çəhrayı, qırmızı belə aksesuarlar var idi. Onların hamısını atmışdım. Çünki bir rəng belə kəşf etmə düşürdü. Yolkalarda artıq sırf bir rəngdə bəzəyən aski blogerləri, influencerları gördüm. Dedim, onlardan işıq götürüm, fikir götürüm onlardan. Mən də yolkanı o formada bəzəyim. Burada girişdik artıq yolkanın aksesuarlarını taxmağa. Adi burada deyinədir ki, yolkanı o qədər istifadə etməmişik ki, yolka çox pis görsənir. Dedim, eyb yoxdur, inşallah gələni yenisini alırıq, qismət olar yenisini almaq. Bu tacı gördüm, aldım. Tac 2 manata idi, amma ki sədrədə daha baha qiymətə görmüşdüm. Nəyə görə belə ucuz idi bilmədim, amma ki eyb yoxdur, bu da mənim şansımdan olsun. Hatıl onu orada düz saxlamağa çalışır və deyinir ki, bu yolkanı niyə istifadə etməmişik, yolka pis günlədir. Belə mən də ona köməkliklə
bir ümid qurdum. Burada hər bir yolkam aksesuarını taxanda bir xəyal qurdum ki, inşallah gələn il yeni ildə Amin ayaqlanacaq, gəzəcək, gəzə-gəzə o balaca mini ayaqları ilə gələcək və bu yolkanı özü bəzəyəcək və yolkanın bir aksesuarını qopardacaq və yolkanı aşıracaq. O qədər, yəni bəzi valideynlər deyir ki, məsələn, övladım yolkamı qırdı, övladım yolkanı aşırdı, belə elə. İnan ki, sizin o dediyiniz şeylərin xəyalını biz çox qururuq. Hansı ki, siz ondan necə deyim, irad tutaraq danışırsınız, biz o qədər xəyal qururuq ki, o minik ayaqları ilə gəlsin və burada bizim yolkamızı dağıtsın. İnşallah Allah o günləri bizə görməyi nəsib eləyər. Bir yol açıb, bir qapı açıb, Allaha qurban olun. Xeyirxah insanların sayəsində inşallah Amin ayağa da qalxacaq. Təbii ki, Allahdan çox şey asılıdır. Yaradan ol desə olacaq, olma desə olmayacaq. Qurban olum Allaha. Allah hər kəsin evində şən günlər, xoş günlər keçirməyi nəsib eləsin. Burada qızımla köməkləşir, yolkan bəzəyirik və bu arada canlıda çox deyirlər ki, digər övladınıza qarşı soyuqsuz, belə elə. Bu yorumları çox görürəm və həqiqətən bir tərəfdən əsəbləşirəm, bir tərəfdən üzülürəm. Çünki mən bir qız uşağı böyüdürəm və elə bir zamanəyə gəlib çıxmışıq ki, dostlar, bilmirəm fikrimə qoşularsınız, qoşulmayasınız. Təbii ki, fikirlər hər kəsdə fərqli ola bilər, hər kəsin tərbiyələndirmə şəkli fərqlidir. Amma ki, mən indi gördüyüm zamanədə o qədər, yəni valideyn öz rahatlığı üçün dırnaq arası adını sərbəstlik qoyaq, uşaqları sıxmamaq, sərbəstlik adı altında uşaqları qədər boş buraxan valideynlər görmüşəm. Hansı ki, o uşağın sərbəstliyi deyil, valideynin sərbəstliyidir. Özünü yormamaq üçün tərbiyələndirməmək, məncə bir uşağı sərbəst buraxmaq deyil. Məncə hər uşaq bir valideyndən çəkinməlidir. O demək deyil qorxmaq, o demək deyil şiddət göstərmək, vurmaq. Təbii ki, buna mən də qarşıyam. Amma ki, uşaq vaxtımızda bizim devrimizdə hər kəsin ana şəbtini məncə tanıdığı var. Mən də övladıma qarşı elə bir yaşlanamda ki, və mənim övladımın xarakteri o qədər fərqlidir ki, yəni mənim qızım rahatçıl insandır və məsələn, məsuliyyət götürməyi xoşlamayan bir uşaqdır. Mən ona məsuliyyətli olması üçün hansı bir işi tapşırıram və etməyəndə danlamağım onu sevməməyim anlamına gəlir. Mənim qızımın hal-hazırda 8 yaşı var. 8 yaşında çay süzməyi də, öz pastelini toplamağı da, şükür Allaha, kiçik-kiçik yeməkləri etməyi də bacarır. Yəni bu məncə fəxr eləyəcəyim bir yanlarıdır. Fəxr eləyəcəyim yanları onun təhsili ilə bağlı danladığım şeylərdə də. Sonunda onu da gələcəkdə görəcəyi, heç kimin gələcəyi bilə bilməz. Amma mən bəzi analar kimi fəxr eləmirəm ki, ayda qızım getdi, bu yaşda qaşını aldırdı, nə bilim, bu yaşda filan şey etdi. Çevrəmizdə görürük də, inanın ki, o qədər az yaşlı uşaqların pis yollara düşdüyünü görürük. Mən övladımı o çərçivədə görmək istəmirəm. Ona görə də mənim tərbiyələndirmə şəklim tamamilə fərqlidir və bu, onu sevmədiyim anlamına gəlmir. Ətlə zaten deyirlər, dırnağın arasına girən illənib çıxar. Siz mənim övladımı tərbiyələndirməyimə qarışmasanız çox yaxşı olar. Siz fərqli böyüdərsiniz, nə yaxşı, Allah gözünüzə övladınızı işıq etsin. Amma mən tamamilə fərqli böyüdürəm və əldə etdiyim nəticəni də çox bəyənirəm. Burada artıq yolkanın bəzəmə aşamasını demək olar ki, bitirmişik. Bu bantiklərdən elə xoşum gəlir ki, dostlar, bantiklər çox minnoş və çox şirin görsənir. Yolkanı kaş bilsəydim, digər aksesuarlardan sırf bantiklə bəzəyərdim. Həqiqətən çox belə baqati görsənir və şirindir. Belə çıppılı bantiklərdir. Burada da Amin ayaqlarını görürsünüz. Həyəcanlanır, yolkanı görür. Çox sevinir ki, orada nəsə hazırlayırlar. Ayaqlarını oynada. Ora baxır yolkanı bəzəməyimizə. Amini soruşanlardan da hər kəsdən Allah razı olsun. Hələ ki, dostlar, yarası yenidir. Sağalması biraz zamandan asılıdır. Yenidən əməliyyata gedəcək. İnşallah ki, hər şey yaxşı olacaq və canlı yayımlarımızı izləməyi unutmayın. Burada artıq adil işıqlandırmanı başlayıb aşağıda tokdan çəkməyə, hansı ki, bu biləkən başını bütöv işıqlandırma etməyimiz üçün bizdə rozetka aşağıdadır, dostlar, kombinin yanında. Evin vlogu izləyənlər bu girişdir və girişi biz aynəbənd kimidir. Oranı qonaq otaq kimi istifadə edirik. Çünki baba bizlə yaşadığına görə əslində bizim ev bir qonaq otağı 2 spalnidən ibarətdir. Bir də girişi sadəcə balkon olub, onu qapalı balkon kimi istifadə edirlər. Onu məsələn, ara birdən kreslo atıb, ara bir oturmaq üçün idi. Amma ki, baba bizlə yaşadığına görə
Onu biz 3 spalni, buranın da qonaq otağı kimi istifadə etmişik. Artıq bu Amin yolkalarla tanışır. Baxın, necə dartmağa başlayır. Çox sevinir burada. Ona qurban olaram. Yolkanı görüb o qədər əylənir ki, kaş deyirəm əvvəlcədən qurardım. Onun da haqqı idi bu yolkanı görmək. Burada artıq qızım qarı fıskırdıb kəlləsinə, onun sevincini yaşayır. Yolkamız hazırdır. Yolkam necə olub, rəylərdə fikrinizi bildirərsiniz. Burada işıqlandırma çəkilir. İnanın ki, ən yorulduğum hissə işıqlandırmadır. Arxadan gələn səslərə fikir verməyin, qızımdır. Oynayır öz üçün. Ən yorulduğumuz hissə işıqlandırma oldu. Biz burada çox qismini kəsdik. Amma nəticəyə baxın. Necə çox gözəl oldu. Fikirlərinizi rəy bölməsində gözləyirəm. Və siz evinizi necə bəzəmisiniz? Yolka quranlar rəy bölməsində yazsın. Baxın, görün necə gözəl görsən. Həqiqətən Adil bu işdə uzmandır. Çox qəşəng edib. Hələ siz görmədiniz, sonradan orasını çəkməyi unutdum. Biz bütöv aynaları işıq eləmişik. Çevrəsini işıq etmişik. Çünki işıq əlavə də almışdıq. Onlar da çəkməyi unutdum. Amma ki, canlımızda görənlər görüb. Bura bütöv işıqlandırma olub. Bu da süfrəm. O da qətdanlar, minnoş qətdanlarım çox qəşəng görsün.